Hörmətli bioloji təbabət ailəsi, bugün sizə ginekoloji xəstəliklərin müalicəsinə inteqrativ yanaşma barədə geniş məlumat verəcəm. Mən 1998-ci ildən bioloji təbabət ailəsinin üzvüyəm. Hal-hazırda tibb elmləri doktoru, 1-ci Mamalıq Ginekologiya Kafedrasının, Azərbaycan Tibb Universitetinin 1-ci Mamalıq Ginekologiya Kafedrasının professoru, tibb elmləri doktoruyam. Həm də inteqrativ təbabət üzrə mütəxəssisəm, yəni bütövcül tibb üzrə mütəxəssisəm. Sizə indi slaydlarımı təqdim edirəm. Ümumiyyətlə, insan orqanizmi təbiətin yaratdığı mükəmməl bir sənət əsəridir. İnteqrativ təbabət bu insan orqanizmi bütövlükdə təhlil edən qərb və şərq təbabətini bir-birlə qovuşduran unikal bir təbabətdir. İnteqrativ təbabət sağlamlığı və optimal müalicəni təmin etmək naminə tibbin bütün təsdiq olunmuş müalicə üsullarını özündə birləşdirən bir təbabətdir. Bu istər akademik tibbin, farmakoterapiya, cərrahi, təcrid tibbi və təxirə salınmaz yardım da daxil olmaq şərti ilə bütün bioloji üsullarla, o cümlədən fizioloji tənzimləyici terapiya da daxil olmaqla çox böyük sahələri özündə birləşdirir. İnteqrativ təbabət və holistik tibb, bütövcül tibb, digər tibbdən, klassik təbabətdən fərqli nədən ibarətdir? Ümumiyyətlə, inteqrativ təbabətdə səbəb aradan qaldırılır, pozulmuş müdafiənin mexanizmləri bərpa olunur, təbii tərkibli biotənzimləyici preparatlardan istifadə edilir, müalicə zamanı digər orqan və toxumalar zədələnmir. Amma klassik təbabətdə istifadə edilən preparatlar xəstəliyin simptomlarını vəqəti aradan qaldırır, immun sistemini zədələyir, kimyəvi sintetik preparatlardan istifadə olunur, kimyəvi preparatların yan təsir nəticəsində sağlam toxuma və orqanlar zədələnmiş olur. Heç kim antibiotika terapiyanın üstünlükləri və yaxud da böyük pandemiyalarda onun insanlara verdiyi xeyirləri təksib etmir. Amma onu mütəmadi surətdə istifadə etdikdə, əsaslandırılmamış surətdə istifadə etdikdə orqanizm biotənzimləyici sistemlərini alt-üst edir. Kiçik dozalı preparatlardan istifadə inteqrativ təbabətdə xüsusi yer alır. Belə ki, bu kiçik dozalı preparatlar hamiləlik zamanı da geniş istifadə oluna bilər, hətta süd verən analarda da istifadə olunur. Bu, onun çox böyük üstünlükləridir. Orqanizm müdafiə qüvvələrini aktivləşdirdiyi üçün çox əhəmiyyətli yer tutur. Kiçik dozalı preparatlar tərkibində olan preparatların qarşılıqlı təsiri nəticəsində bir növ sinergik təsir nəticəsində bütün orqanizmdə tənzimləyici mexanizmlər işə salır, uzun müddət istifadə oluna bilər, əlavə təsirləri yoxdur və effektivliyi də təsdiq olunmuşdur. Ümumiyyətlə, insan orqanizmi stabil, dinamik, homeostatik balanslı olan bütöv, kompleks, psixo, neuro, endokrin, immun biosistemdir. Bu sistemin bircə zəncirinin aktivləşməsi zəncirvari mexanizmdə digər sistemləri də aktivləşdirmiş olur. İnteqrativ təbabət fərqli bir iş görür. Bu, insan orqanizmə bütün prosesləri bir-bir əlaqələndirir və diaqnozu və simptomları deyil, insanı bütövlükdə müalicə edir. Mən bir ginekoloji xəstəliklərin müalicəsi ilə məşğul olan bir mütəxəssis kimi bir misalı sizə göstərmək istərdim. Qadınlarda endometriumun hiperplasik prosesləri, hiperplasik xəstəlikləri çox tez-tez rast gəlir. Bizə elə gəlir ki, bu hiperplastik proseslərin əsasında yumurtalıqların şiş və şişə bənzər törəmələri, hormon sintez edən strukturları və xroniki anavulyasiya səbəb olan yumurtalığın funksiyasının pozulmasıdır. Məsələn, o cümlədən polikistoz yumurtalıqlar sindromu. Əslində, belə deyil. Reduksionistlər bu haqda belə fikirləşə bilərdilər ki, yəni bir simptom kimi ortaya çıxır yumurtalığın funksiyasının pozulması şəkildə. Amma dərindən fikirləşəndə, orqanizmə vahid bir sistem kimi baxanda, vahid bir rakusdan baxanda görürsən ki, sən demə, qaraciyərin və öd yolların xəstəlikləri, hepatobiliar sistemin xəstəlikləri, dislipidemiya, arterial hipertenziya ilə müşahidə olunan bir çox xəstəliklər, ikinci tip şəkərli diabet, visceral piylənməsi olan pasiyentlərdə də endometrium hiperplastik xəstəlikləri rast gəlinir. Deməli, orqanizmi bütövlükdə müalicə etmək lazımdır. Son illər səhiyyə xərcləri xeyli artmışdır. Bu, xroniki qeyri-iltihabi xəstəliklərin, qeyri-infeksion xəstəliklərin daha doğrusu desək,
piyələnmə, şəkərli diabet, ürək-damar sistemi xəstəliklərinin və neoplastik xəstəliklərin artması ilə iatrogenel, yəni dərman preparatlarının çox yüksək dozalarda və əsaslandırılmamış istifadə olması, o cümlədən qeyri-düzgün qidalanmada trans yağların yüksək dozada istifadə edilməsi, ümumiyyətlə istifadə edilməsi deyərdik. Bundan əlavə, deməli, omega doymamış yağ turşularına az müraciət, qidada az müraciət etmə, bütün bunlar hamısı, sonra plastik taralardan sızan estrogenə bənzər maddələrin olması və bütün bunlar hamısı demək, səhiyyə xərclərinin artmasına gətirib çıxarıb. Bundan əlavə əhalinin qocalması, ali yırtıcı hesab olan insanın qeyri-düzgün qidalanması və həddindən artıq dar ixtisaslaşma. Çox təəssüflər olsun ki, mən bir ifadə etmək istərdim. Az qalır ki, son illərdə sağ gözün həkimi ayrı olsun, sol gözün həkimi ayrı. O qədər dar ixtisaslaşma gedir ki, bütün bunlar hamısı səhiyyə xərclərinin xeyli artmasına səbəb olur. Əslində biz bir tibb universitetini qutaran həkim kimi terapiyada keçmişik, cərrahiyyədə keçmişik. Bütün bu orqanizmlə bütöv yanaşmaq lazımdır. Yəni onun digər xəstəlikləri də müalicədə nəzərə alınmalıdır. Və bütün bu xəstəliklərin əsasında, sən demə, bu xroniki xəstəliklərin əsasında gizli bir iltihab prosesi durur. Bu gizli iltihab prosesi nəyə səbəb olur? Metabolik piyələnməyə, o cümlədən immun sistemində problemlərə, steatoza, psixososial stresə, xroniki sağalmayan infeksiyalara, neyrodegenerativ xəstəliklərə və s. Dərindən fikirləşəndə bunların hamısının əsasında başa çatmamış iltihab və gizli iltihab prosesləri olur. Sən demə, bu gizli iltihabın aşkara çıxmasında egzogen və endogen stressorlar çoxdur. Yəni faktorlar, homotoksinlər deyirik bunlara. Mühüm rol oynayır. Bunlar ətraf mühitin çirklənməsindən tutmuş ağır metallarla zəhərlənmələr, kənd təsərrüfatında istifadə olunan preparatlar, o cümlədən plastik taralardan istifadə etmək, hansı ki, plastik taralarda ftalatlar var, bisfenol A var. Bu bisfenol A, deməli, estrogenə bənzər xüsusiyyətə malikdir. Qablar isidildikdə və günəş şüası altında qaldıqda bu bisfenol A klasifikatorlardır. Bunlar xaric olur və bu bizim qidamıza sızır, suya sızır və biz bunu sevə-sevə istifadə edirik. Çox təəssüflər olsun ki, körpə uşaq dünyaya gəldikdən sonra biz bu plastik taralarda, plastik butulkalarda uşaqlarımıza hələ bir qida da veririk. Ana südünü əvəz edə bilməyəcək qida da veririk və o qida isidilmiş vəziyyətdə olur və bu da körpə ikən uşaqlarımızın bisfenol A ilə yüklənməsinə gətirib çıxarır. Qida əlavələri, bundan əlavə qidada istifadə olunan rəngləyicilər və qidanın uzun müddət qalmasını təmin edən glutamatlar, bunlar da bizim orqanizmimiz üçün ağır yükdür. Bu dil üzərində olan reseptorlar, dad reseptorlarını blokada etməklə bizim dad hissiyatımızı öldürür və bu da nə yediyimizi gözümüzdə fərqində olmur. Dərman preparatı, psixososial faktorlar, səs-küy də bu egzogen amillərə aiddir. Endogen stressorlar, amillər bizim bədənimizdə azad olan metabolizm məhsulları, bilirubin, amoniak, sitrus cümlədən karbon qazı, hormonlar, adrenalin, kortizol, mikrobların parçalanma məhsulları, diş plombları və diş implantları da bura aiddir. Çox təəssüflər olsun ki, diş plomblarının içərisində olan bu məhsullar bizim orqanizmimizdə dəliyir. Xüsusilə civə ilə yüklənmələr bizim orqanizmimizdə xroniki iltihabın, bu gizli iltihabın saxlanmasına çox mühüm rol oynayır. Belə hesab edirlər ki, belə bir tədqiqat aparıblar. Diş həkimlərinin assistentlərində deməli, statistik müayinələr aparıblar ki, dəfələrlə çox abortlar və sonsuzluqlar daha çox müşahidə olunur. Bu böyük bir tədqiqat nəticələri 14,4% spontan düşüklər bu pasientlərdə çox rast gəlir. Deməli, bu Yaponiyada böyük Minamata buxtasında deməli, zədələnmə olub, orada civə sızması olubdur və bu sızma nəticəsində deməli, analar, bu hamilə qadınlardan doğulan uşaqlarda əqli inkişaf ləngimələri çox rast gəlinir. Bu da bir tədqiqatın nəticəsi. Daima qida ilə suya sızan, qidaya sızan bu plastik taralardan
keçən sintetik estrogenlər nə edə bilər? İnsult vəzi və prostat vəzi xərçəngi, vaxtından əvvəl cinsi yetişkənlik, sperma miqdarında azalma, sonsuzluq, piylənmə, spontan abortlar, şəkərli diabet, uşaqlarda hiperaktivlik və immun pozulmalar kimi çox ciddi problemlər yarada bilər. Mən son illər bir endokrinoloq, ginekoloq kimi mənə müraciət edən menstrual siklin pozulması olan qızlarda estrogenləri, əlbəttə ki, siklin 3-cü, 5-ci günləri arasında qadınlarda yumurtalıq hormonlarını, estrogenin səviyyəsini yoxlayıram və çox təəssüflə qeyd etmək istərdim ki, estrogenlərin səviyyəsi 40-ı aşan, 40 nanogram millilitre aşan hallara, çox az hallarda rast gəlirəm və çox təəssüflər olsun ki, bu qızlar bu estrogen azlığı ilə yanaşı çəki defisitindən əziyyət çəkirlər, onlarda çoxlarında astenik bədən quruluşu olur. Anamnestik məlumatlar təsadüfi olmasalar da, məsələn, anası hamiləliyi normal keçirir, doğuş normal olub, doğuş travmaları almayıb, həyatın ilk bir ili o qədər də problemli keçməyib, vaxtında gəziblər, vaxtında danışıblar, çox təəssüflər olsun ki, olan əksəriyyətində estrogen çatışmamazlığı ilə özləşirik. Yəni, əslində qidalarını araşdıranda görürsən ki, bunlar fast food qidalardan və plastik taralarda olan məhsullardan daha çox istifadə edirlər. Bioloji təbabətdə müalicə prinsiplərini öyrənərkən mütləq sürətdə biz dedik axı xroniki iltihab söhbətini elədik, hansı ki bunlar çox ciddi fəsadlara səbəb olur. Bütün bu proseslərin, neyrodegenerativ proseslərin, hətta mən deyərdim, başlanğıcı iltihabdan götürülür. Bizim orqanizmdə baş verən iltihabın fizioloji, patofiziologiyasını öyrənmək üçün bir cədvəl təqdim edir bioloji təbabət. Orqanizmdə gedən bu iltihabın humoral, mezenki və hüceyrə fazaları ayırt edilir. Hər bir fazanın özü də iki fazaya bölünür. Ekspresiya, iltihab, humoral fazaya, mezenkin fazasına depolaşma və impregnasiya, hüceyrə fazasına degenerasiya və diferensiyasiya aiddir. Bizim bədənimizə hansı bir yad düşən kimi dərhal biz onu orqanizmimizdən atmaq istəyirik və bu ekspresiya fazasını erkən stadiyalarda bloklamaq heç də bizim xeyrimizə işləməyəcək. Çünki bizim orqanizmimiz bu iltihabı proseslə, bu mikrobla mübarizə apardığı yerdə biz onu bloklasaq, iltihabı kronikləşdirəcəyik. Bu, məsələn, diareyadır, tutmadır, bəzən burundan selikli ifrazatın gəlməsi bizim xeyrimizə işləyir. Lakin sonradan proses, deməli, iltihabın kəskin fazasına keçir. Burada da yenə bu proses düzgün idarə olsa, iltihab sonlanacaq və tam sağalma ilə nəticələnəcək. Çox təəssüflər olsun ki, yenə də biz prosesi hansısa mərhələdə düzgün idarə etməsək, o xroniki iltihaba keçəcək və fibrozlaşma kimi daha və başqa fəsadlar verəcək. Depolaşma, hipertrofik və hiperplastik proseslər yaranır, bir növ yarım kəskin iltihab kimi dəyərləndirir. Bu depolaşma ilə impregnasiya arasında bir sərhəd var. İmpregnasiya artıq bir qədər hüceyrə daxili proseslərin də işə qoşulmasını göstərir və proses daha çox patoloji xarakter daşıyır və xroniki qeyri-spesifik iltihaba keçir. Degenerasiya çapıq və bitişmələrlə, diferensiyasiya isə onkoloji xəstəliklərin yaranması və xroniki iltihabın formalaşması ilə nəticələnir. Gəlin görün ki, ginekoloji praktikada buna necə qiymət veririk. Menorragiya, yəni aybaşı zamanı qanaxmalar və başarası qanaxmalar cinsiyyət yollarından birində ifrazatın gəlməsi bu ekspresiya fazasına oforit, salpingit, salpingoforit, endometrit, dismenoriya, yəni ağrılı aybaşlar bu iltihab fazasına aiddir. Deməli, yumurtalıqların şişə bənzər törəmələr, şişlərdən söhbət getmir. Bu funksional kistalar olan sarı sim kistası, poliplər kista, endometrium polipləri, bunlar depolaşma, xroniki adneksit, amenoriya, bu daha dərin olub, impregnasiya, artıq hüceyrə daxili mexanizmlərdə işə qoşur fazada. Hətta bəzən endometriozu da impregnasiya fazasına aid edirlər. Sonsuzluq yumurtalıqların atrofiyası, bu degenerasiya, yumurtalıq xərçəngi teratoma, yəni həqiqi şişləri artıq diferensiyasiya fazasına aid edilir. Bizim apardığımız biotənzimləyici müalicənin məqsədləri var. Məqsədlər nədən ibarətdir? Orqanizmə toplanmış toksinləri bədəndən xaric etmək lazım, drenaj və detoksikasiya. İkinci, immun sistemi modulyasiya eləmək lazım. Üçüncüsü isə hüceyrə, toxuma və orqanların funksiyalarının bərpa edilməsinə çalışmaq.
Hamımız bilirik ki, selikli qişa son vaxtlar bir orqan kimi, bütöv bir orqan kimi baxılır. Bu, deməli, selikli qişa ilə assosiasiya olmuş limfatik sistem kimi və yaxud da immun sistem kimi dəyərləndirilir. Bizim bədənimizə daxil olan antigenlər bağırsaqlardan PR düyüncüklərindən keçir mezenkimal, mezenterial limfa düyünlərinə, orada limfoblastlara və bizim orqanizmdə immunglobulin A sintez olunur plazmatik hüceyrələr tərəfindən. Həmin o deməli, limfa axını ilə həmin o immunoglobulin A bütün selikli qişalara nəql olunur, bronxların, yuxarı tənəffüs yolunun, gözün, süd bəzdən, orogenital traktın selikli qişalarına nəql olunur və bizim yerli immunitetimizin həyata keçməsində bu bağırsağa düşmüş antigenin çox mühüm rolu var. Məsələn, belə həmişə biz deyirik ki, məsəl üçün bağırsağın selikli qişası çox böyük bir səhvdir. Orqanizmin drenaj funksiyasını yerinə yetirir, detoksikasiya funksiyasını yerinə yetirir. Bununla yanaşı onun sistemin tənzimində olduqca mühüm rol oynayır. Bağırsaq divarının zədələnməsi, onun keçiriciliyin artması, hətta deməli, hepatitin, yəni dəfəyə infeksiyon olsun, pankreatitin sonradan hətta belə deyilənə görə deməli, polikistoz yumurtalıqlar sindromunun da əsasının qoyulmasına səbəb olur. Malt sistem, gut sistem, BALT sistem, yəni bunlar artıq hansı sistemə orogenital traktdırsa, məsələn, onun özünün adı var, yuxarı tənəffüs yolları, bronx, ağciyər və s. Bunlar hamısı bizim immunitetimizdə olduqca böyük rol oynayır. Ona görə də əsassız sürətdə istifadə olunan antibiotika terapiya deməli, biz ona son qoymalıyıq və çünki bunlar bizim bağırsağımız selikli qişalarını zədələyir və immunitetimiz zədələyir. Bağırsağın selikli qişasının zədələnməsi zamanı o toksinlər, intoksikasiya məhsulları özləri üçün çıxış qapısını axtarır və bunlar daha dar yerdən, yuxarı tənəffüs yollarından mı, uşaqlıq yolunun selikli qişasından mı xaric olmağa çalışırlar və həmişə bağırsaq problemi olan qadınlarda cinsiyyət yollarından ifrazatın gəlməsi, allergik bronxit çox tez-tez təsadüf edilir. Və bu mikrofloranı pozan nədir? Ekzogen, yenə endogen amillər. Ekzogen amillərə coğrafi iqlim şəraitləri, ekoloji şərait, ətraf mühitin çirklənməsi, radiasiyadan, qidalanmadan tutmuş bir çox faktorlar aiddir. Endogen amillər isə həzm sistemi, onun sekretor hərəkət funksiyasının pozulması, iltihab ocaqları, keçirmiş kəskin bağırsaq infeksiyaları, uzun müddət antibiotikların qəbulu, digər orqan sistemlərin dekompensasiya vəziyyəti aid edilir. Və təqdim olunan bu şəkildə bağırsaqların divarında hüceyrələri bir-birlə əlaqələndirən Tight-Johnson deyən bir bağlantılar vardır. Bu Tight-Johnsonların zədələnməsi bağırsaq keçiciliyin artmasına və orada bağırsaqda olan mikrobların, endotoksinlərin də qana sirayət etməsinə və endotoksimiyanın yaranmasına səbəb olur. Sən də bu Tight-Johnsonların formulaşmasında omega yağ turşularının olduqca böyük önəmi vardır. Son illər omega 3 və omega 6 yağ turşularının bədəndə mühüm rol oynaması, bağırsaq mikrobiotasının qidasını təşkil etməsi haqqında məlumatlar da vardır. Omega 3 yağ turşusunun azalması, omega 6'nın artması, onların bir-birinə nisbəti 1,5-ədir, bəzən onun 1,2-yə qədər artması müşahidə olunur. Artması iltihab proseslərini tətikləyir və bu da yenə də xroniki qeyri-infeksion xəstəliklərin yaranmasına və gizli iltihabın orqanizmdə qorunub saxlanmasına şərait yaradır. Cinsiyyət orqanların xroniki iltihabı xəstəliklərə olan qadınlarda immun sistemdə tükənmə başlayır. Belə ki, uşaqlıq yolu və servikal kanalda sekretor A immunglobulinin azalması müşahidə olunan yerli infeksiyalı resistentlik pozulur, neytrofil və monositlərin funksional aktivliyi pozulur, T-helperlər azalır, suppressorlar artır, immun tənzimləmə prosesində diskoordinasiya yaranır, immun kompleks mexanizmlər işə qoşulmasında problemlər meydana çıxır. Orogenital patologiyanın müalicəsində müasir allopatik müalicədə bəzi çatışmamazlıqlar vardır. Bu çatışmamazlıqlar nədən ibarətdir? Sidik cinsiyyət yolları və bağırsaq mikrobiyozinozu antibiotika terapiya fonunda pozula bilir. Əlbəttə, burada çox problemli, kəskin proseslərdə biz yaxma, bakterioloji əkmə aparırıq da, antibiotikaya həssaslığı və antifungal preparatlara həssaslığı təyin etmək üçün.
Amma bunları da əsaslandırılmış şəkildə təyin etmək lazımdır. Bizim özümüzdə antibiotik olmayan, lakin antibakterial təsirli preparatlar vardır ki, bunlar da müalicəni kökündən həll edə bilir. İmmunosupressiv vəziyyətlər yaradır bu allopatik müalicələr, allergik effektlər verir. Preparatların sinergik təsiri var. Orqanizmin dezintoksifikasyon mexanizmlərinin sistemləri yüklüyü, qaraciyəri, dövrəyi, bağırsağı, matriksi, hüceyrə ağrısı matriksi və insanın epigenetikasına da təsir göstərə bilir. Temizləyici müalicənin bir çox üstünlükləri var. Tənzim sistemində homeostaz bərpa olunur, metabolizm stimulyasiya olunur, ekza və endogen homotoksinlər xaric edilir, endogen homotoksinlərin yaranması tormozlanır. Qadın cinsiyyət orqanlarının müalicəsində tənzimləyici preparatlar kimi mən öz praktikamda ginekokil preparatını çox geniş tətbiq edirəm. 10 damcı 30 ml suda həll edib gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq və yaxud 1 saat sonra. Bu preparatı hətta uzun müddətlə təyin edə bilərəm. Onu digər preparatlar, Traumel, lipomiyazot preparatı ilə də müştərək təyin etmək olar. Ginekokilin üstünlükləri var. Onu həm də kiçik çanaq orqanlarının qan dövranını bərpa edir. Hətta maraqlı hal deyil ki, bir qadın amenorreya ilə müraciət edir, həm də iltihabi prosesi var idi. Ginekokil preparatını təyin etdikdən sonra orada aybaşı çıxdı tənzimləndi, yəni bərpa olundu. Bu onun yerli iltihab əleyhi təsiri ilə yanaşı, həm də qan dövranını yaxşılaşdırmaq xüsusiyyəti ilə əlaqədar idi. Çünki ginekokil kompleks preparatdır. Onun tərkibində olan digər ingrediyentlər də qan dövranını yaxşılaşdırmaqla yanaşı, həm də hormonal balansa yaxşı təsir göstərir. Bu iltihabi proseslər içərisində təyin etdiyimiz preparatlara, o cümlədən Metradnex, İyen, Traumel da aid edilir. Bu preparatları kəskin iltihab zamanında təyin etmək mümkündür. Metradnex, Traumel, Echinacea kompozisyon, bəzən Belladonna, Hamaxort əlavə edirik. Hərəsindən bir ampul diş birsə yağmırmaqla kəskin hallarda hər gün, sonra gün aşırı təyin etmək mümkündür. Hətta vena daxili natrik kloriklə qarışdırıb fizioloji məlum vena daxilinə təyin etmək mümkündür. Antibiotiksiz antibakterial terapiya. Nanotakil sanum terapiyanın unikal preparatlarından biridir. Tablet və damcı şəklində ixrac olunur. Bu preparat qadın cinsiyyət orqanlarının iltihabı xəstəlikləri, yuxarı tənəffüs yollarının bakterial mənşəli, kəskin və xroniki iltihabı xəstəlikləri, sizi cinsiyyət orqanlarının iltihabı xəstəliyi, otit, nevrit, nevralgiyalarda, o cümlədən dişlərin irinli xəstəliklərində, dərmin iltihabı proseslərində, oynaq iltihabını, hemoroidi və geniş istifadə oluna bilər. Bu preparat kəskin hallarda mən bir tabletdən 3 dəfə və 10 damcı 3 dəfə də təyin etmişəm. Hətta yerli olaraq burun sellik işasında iltihabı xəstəliklərində də yerli olaraq istifadə edilə bilər. Preparat damcı şəklində olan formaları büküşlərinə, məsələn, dirsək büküşü nahiyəsinə də, məsələn, 10 damcı gündə 2 dəfə sürtməklə istifadə oluna bilər. Traumel preparatı antikomatoksik preparatlarının marşalı hesab olunur. Preparat maz şəklində, inyeksiya şəklində istifadə olunur. O bir növ kəskin iltihab hamı bilirik ki, əgər düzgün istiqamətlənsə, o tam sağalma ilə nəticələnir. Amma çox təəssüflər olsun ki, bəzən o patolojik gedişli olur, sonlana bilmir və fibrozlaşma ilə nəticələnir. Traumel iltihabı prosesi sonlandırır və sağalmanı tezləşdirir. Onun ginekoloji praktikada Metradnexlə birgə təyini də çox unikal təsir göstərir. Traumel iltihab əleyhinə necə təsir göstərir? O iltihab yaradan interleykinlərin səviyyəsini azaldır, iltihab əleyhinə sitokinləri artırır və iltihabın sonlanmasında həlledici rol oynayır. Bundan əlavə, Traumel immun modulyasiya edici, ağrı kəsici, antihemorragik, venatonik, regenerasiya edici təsirləri də vardır. Traumel ginekoloji praktikada da qadın cinsiyyət orqanlarının kəskin və xroniki iltihabında doğuşdan sonra irinli septiki ağırlaşma, əlbəttə burada sepsisdə traumel köməkçi vasitə kimi istifadə oluna bilər.
Sağlıq dövrü ürini septik xəstəliklərinin ancaq intensiv terapiya xəstəni xilas edə bilər. Bəzən yerli olaraq, məsələn, endometritdir, artıq uşaqlığın içərisinə müdaxilə edib nəsə etmək olur. Amma deməli, iltihabi proseslərdə yəni onun effekti yüksəkdir. Abortdan sonraki infeksiyon ağırlaşmalar, planlı ginekoloji müdaxiləyə hazırlıq, doğuşdan sonraki mastitdə, uşaqlı boyun eroziv proseslərində uşaqlıq daxili kontrasepsiyaların əlavə effektini aradan götürmək, massiv antibiotik terapiyada deməli köməkçi vasitə ki, məsələn, lazımdır, çox ciddi bir kəskin endometrit var, onun müalicəsini yanaşı terapiya kimi də təyin etmək olar. Deməli, preparat demək, inyeksiya formasında hər gün də təyin edə bilər, vena daxil əzələ, daxil dəri altı da təyin etmək mümkündür. Situasiyadan asılı olaraq, problemin dərinliyindən asılı olaraq, deməli, hər gün, gün aşırı da gündə bir, məsələn, ciftin soyulması hallarında, retrokarial hematoma hallarında 8 saatdan bir də təyin edilə bilər. Ginekoloji praktikada bayaq dedim, metradneksinin geniş istifadə olunur. Tərkibində geniş ingredientlərin olması onun istifadə sahəsini artırır. Bundan əlavə onun tərkibində apis də var. Apis deməli, ödemlərdə çox yaxşı effekt verir. Bunun tərkibində ignasiya da var. Bu biraz sakitləşdirici effekt də verir və bu onun ağrı simptomunun azalmasına kömək etməsi izah olunur. Farmakoloji xüsusiyyətlər qadın cinsiyyət orqanı tabını aradan qaldırır, folikulyar cismi və sarı sümük hissəsində geri dönmə, yəni sorulma prosesini asanlaşdırır. Və iltihab proseslər adneksit uşaqlıq artımlarının iltihabı, uşaqlıq ətrafı toxumanın iltihabı, endometrit, vaginit, ağrılar başlar dismenoriyada, siklin ortasında ovulator ağrılarda, yumurtanın kistalarında çox gözəl təsir göstərir. Ümumiyyətlə, ginekakenin və metradneksinin üstünlükləri nədən ibarət? Antibiotiklər ümumiyyət patogen flora ilə yanaşı normal floranı da məhv edir və immun sistemi zəiflədir. Beləliklə, qadın cinsiyyət orqanlarının iltihabı residivlərə, kronikləşməyə səbəb olur. Bu cür residivlərin kronikləşmənin qarşısını almaq məqsədi ilə bizim antiqomotoksik preparatlardan geniş istifadə edilə bilər. Hətta onu uzun müddətlə istifadə etmək mümkündür. Zəngin tərkibi var bu preparatın. 10 damcıdan gündə 3 dəfə deməli, acca suya qatılıb çalxalamaq lazımdır. Preparatı dinamizasiya etmək lazımdır. Yeməkdən ya 30 dəqiqə sonra qəbul edilə bilər. Yenə təkrarlanmalara yol verməyək, yenə iltihab proseslərdə burada maraqlı bir nüans da var. Məsələn, lidium tigrinum var bunun tərkibində, ona uşaqlıq yolunun sallanmalarında, ancaq yüngül sallanmalarda, birinci dərəcəli sallanmalarda bu preparatı istifadə etmək olar. Sonra kiçik çanaq orqanlarında venoz durğunluq zamanı ödemi də götürür, ona görə ağrılı aybaşılarda, dismenoriyalarda istifadə etmək olar. Məsələn, bir iltihab prosesi olanda hansısa bir nəzərə çarpan ağrı ilə müşahidə olunanda başlamaq olar metradneksin yerindən travmellə, sonra da arxasını ginekakellə davam elətdirmək olar. Ginekakeli hətta bir uzun müddətlə təyin etmək olar. Məsələn, spiral qoyulandan sonra, məsələn, ginekakel, travmel və hormel esi, hətta 1 ay, 2 ay spiraldan sonra da təyin etmək olar. Cinsiyyət orqanları səndəmə xroniki iltihabı xəstəlikləri qadınlarda neyroendokrin dəyişikliklər verir. Hansı ki, bu neyroendokrin dəyişikliklər sonradan hormonlarda ciddi disfunksiyanın yaranmasına və aybaşı siklinin pozulmasına gətirib çıxarır. Necə dəyişikliklər olur? Aybaşı siklinin folikulyar fazasında folikus stimüləyici hormon sintezi azalır. Folikus stimüləyici hormonların lüteinləşdirici hormonların ovulyasiyonu piki azalır. Aybaşı siklinin əvvəlindən sonuna qədər lüteinləşdirici hormon sanki bir səviyyədə qalır, yüksək səviyyədə qalır. Hansı ki, bu gün ortasında ovulyasiya vaxtı qalxmalıydı. Sonra estradiol səviyyəsi azalır, monotonik faz olunur. Progesteron ikinci fazında az sintez olunur. Böyləsi vəzi qabığı artıq yavaş-yavaş tükənir, orada funksional rezerv tükənir, hipofunksiyası olur. Qalxana bənzər bəzi hipofunksiyası. Görürsünüz, bütün sistem bir-birlə əlaqədardır. Birinin olan problem o birisilərə problem yaradır.
Aybaşı sikli çox mürəkkəb tənzim mexanizminə malikdir. Təsəvvür edin ki, bu problemlərin, xroniki iltihab problemlərin bu sistemə yuxarıdan aşağı necə təsir etməsi bu sxemdə çox gözəl təsvir etmişdir. Xarici mühit amilləri, o cümlədən xroniki iltihab proses, bu beyin qabığı ekstrahipotalamik strukturlarla başlayan aybaşı siklinin tənzimin ta periferik zəncirinə qədər, yəni yumurtalıq, endometrium, yəni hədəf orqanlarına qədər olan hissəsini zədələyə bilər. Başdan zədələnən problem elə aşağıda da öz təsirini göstərir. Çünki hamısı bunlar bir-birinə əlaqədardır. Aybaşı sikli 5 səviyyədə tənzim olur. Beyin qabığı ekstrahipotalamik strukturlar, sonra gəlir hipotalamus, sonra hipofiz, sonra yumurtalıqlar və hədəf orqanları, yəni uşaqlıqdır, qadın cinsiyyət orqanları, süd bəzləridir. Bütün bunlarsa hamısı yəni steroid hormonların dəyişməsinə cavab verən orqanlardır. Bunlarda ciddi problemlər yaradır və nəhayət hipoestrogeniya, aybaşı siklinin ləngiməsi, sonsuzluq və bunlara gətirib çıxarır. Xarici mühit təminlərindən də stres aiddir. Fikir verin, stres nəyə səbəb olur? Kortikoliberin hipotalamus səviyyəsində başlayır problemlər. Kortikoliberin adrenokortikotrop sintezini artırır, yəni onun artması stres nəticəsində kortizolu artırır. Kortizolun artması gonadotropin releasing hormonu azaldır, bu da FSH-LH sekresiyasını azaldır, bu da yumurtalıqlarda funksiyanı pozur. İkinci bir tərəfdən stres beyin qabığında endorfinləri artırır, bu da prolaktini artırır, bu da yenə də gəlib gonadotropin releasing hormonu azaldır. Hara vursan, hardan baxsan stres ciddi bir problemdir, bu hormonal dəyişikliyə səbəb olur. Menstrual disfunksiyada yenə də ginekokil öz sözünü deyir. Hormel preparatı 10 damcıdan gündə 3 dəfə menstruasiyanın 5-ci günlər, 25-ci günlər kimi. Bu kombinə olmuş oral kontraseptiv deyil. Sadəcə olaraq ona oxşar günlərdə təyin olunur. Heç bir yumurtalığın funksiyasını sorumluluqlanır, əksinə tənzimləyici funksiya yerinə yetirir. 3 menstrual sikl, 4 menstrual sikl, hətta uzun müddət təyin etmək mümkündür. Avarium compositum siklin birinci fazasında, yəni ovülyasiya fazasına qədər təyin edilsə daha yaxşı olur. 3-cü, 5-ci, 8-ci, 12-ci, 14-cü günlərdə təyin edilir. Burada ikinci fazanı dəstəkləmək üçün molimeni də təyin etmək olar. Bu sarı cismi qoruyub saxlayır. 20 damcı gündə 4 dəfə hətta təyin etmək olar. Menstruasiya başlayandan sayırsız 10-cu gündən 25-ci günə qədər təyin edilə bilər 3 menstrual sikl. Həm də B2 dopamin reseptorlarının agonisti hesab olunur və prolaktinin çoxluğu zamanı onu aşağı salır. Hormonal menstrual siklin pozulmasına dismenoriya və aminoriya adı sonsuzluqda istifadə olunur. Hətta predmenstrual sindromda istifadə olunur. 10 damcı gündə 3 dəfə. İğnə şəklində də istifadə oluna bilər. Həftədə 1-3 dəfə olmaq şərti ilə. Məsələn, təzə menstruasiya görən qızlarda mən bəzən disfunksiyonal uşaqlıq qanaxmalarına müraciət edirlər. Orada Ümumdünya Səhiyyə Təşkilatının da bir tövsiyələri var ki, əgər qız uşağı bizə disfunksiyonal uşaqlıq qanaxmasına müraciət edibsə və simptomatik hemostatik terapiya kömək etmirsə, biz bəzən bir fazalı kuklarla, təbii olmuş oral kontraseptivlərlə müalicəyə keçirik. Lakin bu müalicə o halda təyin olunur ki, yeniyetmə qızlar 3 normal sikl aybaşı görürlər. Amma belə az nəzərə çarpan qanamalarda hormonal preparatlı ginekologiya təyin etmək çox gözəl təsir göstərir. Hal-hazırda bir neçə pasiyentimiz var ki, yəni çalışırıq ki, bu pasiyentlərdə hipotalamus hipofizar sistemi blok etməyək. Kombinə olmuş oral kontraseptivlər həm yumurtalıq, həm mərkəz səviyyəsində deməli, ovülyasiyanı tormozlayır. Biz çalışırıq bu blok etməyək, tormozlanma etməyək, yəni təzə qurulmuş bir sistemi kökündən vurmayaq. Amma ciddi bir qanaxma, ciddi bir anemiya səbəb olursa, bununla başlayıb arxasını hormonla keçmək olar. Hormonal neyroendokrin sistem bütün səviyyələrinə tənzimləyici təsir göstərir. O cümlədən mulimen çox geniş və gözəl tərkibi var. Agnus castus, pericum, silicituca kimi tərkiblər vardır. Onun yəni bitkilərdən hazırlanmış tərkibi vardır. Bu preparat bayaq dediyim kimi prozin B2 dopamin reseptorlarına təsir göstərməyəcək. Sonuncu nəsil dopamin agonistləri kimi menstrual siklin ikinci fazasını dəstəkləyir. Sanki sarı cismi də qoruyub saxlayır. Menstrual sindromda, fibroz kistoz mastopatiyada, sarı cismin disfunksiyasında, çaşmamazlığı, hiperprolaktiniyada istifadə olunur. Bu preparat adətən siklin ikinci fazasında istifadə olunur.
Maraqlıdır da bu preparatı yaşlı şəxsdə də postmenopauza dövründə də istifadə etmək olar. Orada artıq sikl olmadığına görə bunu fasiləsiz rejimdə təyin edirlər. Tireoid kompozitum preparatı bu da unikal bir preparat. Hormon tənzimləyici preparatdır. Bunun tərkibi çox zəngindir. Xroniki iltihabi xəstəliklərdə, qalxana bənzər vəzin xəstəliklərində, Hashimoto xəstəliyində, limfatik sistemin problemlərində, immun depressiv vəziyyətlərdə geniş istifadə olunur. Prekanseroz vəziyyətlərdə, xərçəng hallarında da istifadə etmək olar. Bunun tərkibində limon siklinin turşu, limon turşusu siklinin fermentləri də vardır və bu preparat bir növ bərpa edici xüsusiyyətə malikdir. Preparat qalxana bənzər vəzin toxuma regenerasiyasında, orqanizm drenar detoksifikasiya funksiyasının pozulmalarında istifadə olunur. İmmun modulyasiya təsiri var. Maddələrin ibarəsinin tənzim etdiyinə görə çox müxtəlif, geniş spektrdə olan xəstəliklərdə, məsəl üçün, maddələrin ibarəsinin pozulması. Məsələn, bir ara bu grafitis preparatı vardı, onu bir yerdə təyin etdilər, tireoid preparatını çox yaxşı təsir göstərdi. Bunu tək də təyin etmək heç də pis olmaz, 3 gündən bir. Məsələn, Hashimoto xəstələrinə mən bunu təyin edirəm. Çox maraqlı bir mən məqalə hazırladım. Bu məqalə ilə mən Almaniyada 98-ci ildə belə çıxış elədim. Sonradan bunu dərc elətdirdim. Bizim tibb jurnalında, Scopus'a düşən bir jurnaldır. Daha sonra bizim bioloji təbi Rus dilində dərc olundu. Amma Azərbaycan dilində də bioloji təbabət jurnalında dərc olunubdur. Bu məqaləni sizə təqdim etmək istərdim. 28 xəstə götürdü. Xəstə sayı o qədər də çox deyil, amma 28 xəstə ilə statistik işləmə aparmaq mümkündür. 28 xəstə götürülür. Bu xəstələr 3 qrupa bölünür. 9 və 10 xəstə götürülür. Deməli, 9 xəstə autoimmun tireoiddən xəstələrdir. Bu xəstələrin hamısı deməli, adəti düşüklərdən 2 və daha artıq müddətlərdə düşüklərdən əziyyət çəkir. Biz bilirik ki, uşaq salmaların səbəbi 75% halda hamilənin 12-ci həftəsinə qədər xromosom patologiyası ilə olsa da böyük bir qismi deməli, qalxana bənzər vəzin problemləri ilə bağlı son illər Ümumiyyətlə Təşkilatı tövsiyə edir ki, bu rutin olaraq TSH-ın səviyyəsi hamilə müddətində təyin olunsun. Bu göstəricinin 1 ilə 2,5 arasında olması normal hal kimi dəyərləndirilir. Təsəvvür edin ki, 4 olsa artıq onun müalicəsi aparılır. Bu, normativ diagnostik kriteriyaların içərisinə daxil olsa da 4 rəqəmi, amma hamiləliyi planlaşdıran və hamile olan qadınlarda bu normal hesab olunmur və biz bu pasiyentə mütləq dərman təyin edirik. Çünki uşağı salacaq ya qalxana bənzər vəzin hormonları dövrdə sümük əzələ sisteminin inkişafını təmin edir, beynin inkişafına təsir göstərir, hücelərin normal bölünməsinə təsir göstərir. Onun funksiyası çatmayanda hamilənin erkən müddətlərində təyin olunmasa, uşaqda gələcəkdə nevroloji kretinizm yarana bilər. Bunu nəzərə almaq lazımdır. 9 xəstəyə ancaq eltraksin təyin olunur. 9 xəstəyə tireoid kompozitum preparatı 3 gündən bir əzələ daxil olmaq şərti ilə və yerdə qalan 10 xəstəyə kombinasiyada eltraksin və tireoid kompozitum təyin edilir. Dinamikada anti-TGT yoxlanılır, T4 sərbəst yoxlanılır, TSH-ın səviyyəsinə nəzarət olunur və nəticə etibarı belə bir fərq olunur ki, deməli, tireoid kompozitum və tək tireoid kompozitum olan və tireoid kompozitumla bir yerdə eltraksin olan pasiyentlərdə demək, yaxşı effekt alıb, statistik əhəmiyyətli dərəcədə fərqlər aldım. Anti-TGT səviyyəsinin azalması, TSH-ın yüksəlməsi, TSH-ın azalması, T4-ün yüksəlməsi müşahidə olunmuşdur. Xüsusilə bu fərq kombinasiya olunmuş müalicə alan pasiyentlərdə daha çox nəzərə çarpmışdır. Digər qruplarla müqayisədə statistik dürüst dərəcədə fərq aşkar olunmuşdur. Mamalıqda, ginekologiyada ən yaralı yerimiz sonsuzluqdur. Bir qadın 12 ay müddətində, bir il müddətində normal cinsi fəaliyyətdədirsə
və heç bir kontraseptiv üsuldan istifadə etmirsə, hamilə qalmırsa, bu sonsuzluq adlanır. Sonsuzluq diaqnozunun qoyulması və ləngimədən müayinə və müalicəyə başlanması üçün hansı göstərişlər var? 12 ay müddətinə aktiv cinsi əlaqədə olan 35 yaşa qədər, 35 yaş rəqəmini yadınızda saxlayın, bu həmişə çox vacibdir. Bu yaş kritik yaş hesab olunur. Yumurtalığın funksiyasının azalması üçün çox kritik bir dövrdür. Pasientlərdə hamiləliyin olmaması, yaşı 35-dən yuxarı və həyat yoldaşının yaşı 40-dan yuxarı olan pasientlərdə hamiləliyin olmaması, özən necə müddət, hamilə 6 ay müddətində olmaması, dərhal müalicə tələb olunan fertilliyi pozan, yəni nəsil törətmə qabiliyyətini pozan cavandır. 5 yaşın altındadır, amma dərhal müalicəyə başlamaq lazımdır. Bax, hansı hallar, anamnezdə hər iki uşaqlıq olsun cəlb etməklə ektopik hamiləliyin olmalısı. Anamnezdə kiçik çanaq orqanları, iltihabı xəstələri müştərək bir uşaqlıq olsun cəlb etməklə ektopik hamiləliyin olması. Yəni, bunlar hamısı fertilliyi pozur və dərhal əməliyyata keçmək lazımdır. Tutaq ki, vaxtı ilə yumurtalığın rezeksiyası olunur, bir yumurtalığı yoxdur, əlbəttə dərhal müalicəyə keçmək lazımdır. Aybaşısı yoxdur, kəsilib aybaşısı 6 ayda daha artıq müddətdə, əlbəttə müalicəyə dərhal keçmək lazımdır və avarial rezervi tükəndirən vəziyyətlər. Məsəl üçün, süd vəzinin xərçəngi olmuş cavan bir qadındır. Biz dərhal müalicəyə keçməliyik. Çünki süd vəzinin xərçəngindən bu kimyoterapiya almalıdır və bu yumurtalığın rezervi tükəndirəcək şüa terapiyası almalıdır. Amma bu tam sağalacaq, axırsa tam sağalandan sonra uşaq istəyəcək və şüalanmadan qabaq, kimyoterapiya almamışdan qabaq yumurtalıq deməli elementləri toplanmalıdır, yumurtalıq saxlanılmalıdır, orada mayalandırılmış embriyonlar saxlanmalıdır ki, sabahlı ekstrakorporal mayalanma istəyəcək və bu dərhal müalicəyə getmək tələb edir. Sonsuzluq diaqnozu qoyulan andan köməkçi reproduksiya metodlarına keçid də ola bilər. Məsəl üçün, 35 yaşa qədər qadınlarda 2 il müalicə edirsən, effekt alınmadı, köməkçi reproduktiv texnologiya keçirsən. 35 yaşdan aşağı xəstələrdə 2 il, yuxarı xəstələrdə isə 1 ildən artıq. Yəni, biz əlimizdə sehirli çubuğumuz yoxdur ki, yəni heç kim sinəsinə döyməsin ki, mən sənə söz verirəm, sən hamilə qalacaqsan. Xeyr, biz həkimik, bu sözləri demək bizim üçün ayıb olar. Biz müalicə edirik, düzgün yol tuturuq və bu yolun sonu bəlli deyil, effektiv də ola bilər, effektiv olmaya da bilər. Əlbəttə, bizim yazdığımız müalicə çox önəmlidir. Həstənin etibarını qazanmaq çox önəmlidir, ancaq təəssüflər olsun ki, orqanizm fərqli reaksiyası ola bilər, heç bir effekt olmaya da bilər, ancaq biz bu silahımızı yerə qoymuruq və növbəti addıma keçmiş oluruq. Sonsuzluğun müayinəsində ən vacib və diaqnostik əhəmiyyətli hesab edilən metodlar aybaşı siklinin dəyərləndirilməsi, immunoloji sınaqların aparılması, kiçik çanaq orqanların vəziyyətinin dəyərləndirilməsi, spermogramma. Bütün bunlar hamısı bir yerdə cütlüyə aparılır və sonsuzluğun səbəbləri aşkar edilir, ondan sonra səbəb aşkar olmadan sonra müalicə aparılır. Biz bilirik ki, yumurtalıqda folikuların yetişməsi baş verir. Bu müəyyən mərhələlərlə gedir. Birincisi, folikulun avtonom böyümə fazası var. Bu hormondan asılı olmayan bir prosesdir. Yumurtalıq daxili qanunlara tabidir. Autokrin və parakrin yollarla tənzim olunur. Məsələn, yumurtalıqda çox sayda, biz bətin daxili dövrdə oldan çox sayda primordial folikullar olur. Onlar bizim bədənimizdə hüceyrələr necə təzələnir, orada təzələnmir, amma məhv olur da fizioloji atrofiya prosesinə məruz qalır və bunlar get-gedə azalır. Və bu azalma folikul stimülə edici hormonu, lüteinləşdirici hormondan asılı deyil. Körpə uşaqdan nə bu folikul stimülə edici hormonun təsirindən danışa bilərik? Primordial folikulların məhv olması prosesi gedir ki, daha sağlamları seleksiya olunub qalsın. İkinci mərhələ hormona həssas mərhələdir. Üçüncü mərhələ hormondan asılı artıq cinsi yetişkənlikdən sonra baş verən mərhələdir. Mən bir gözəl bir unikal sxemi sizə təqdim etmək istərdim. Biz hələ bətin daxil dövrədərkən yumurtalıqlarda 6,2-6,7 milyon primordial folikul olur. Doğulanda bu milyonların çoxsu məhv olur. Qalır 2-4 milyon. Sonra menarxiya, yəni ilk ay başı vaxtı bunlardan 300 min, 400 min, bəzi ədəbiyyatlar 700 minə qədər qalır. Milyonlar getdi, qaldı 100 minlər. Bu 100 minlərdən
bütün reproduktiv dövr ərzində 300-400-ü ancaq ovulyasiya vəziyyətinə çatır, ovulyasiya olur, yerində sarı kisləmədə gələ bilər maksimum. Folikullar vasitələrin ehtiyatın sərf olunması yumurtalıq daxili tənzim qanunlarına tabi olub ovulyasiyanın induktorlarına, yəni bizim istifadə etdiyimiz klastik getdi, Femara, Letrazoldur, Gonadotropinlərdir, bunlardan asılı deyil. Ovulyasiyanın induktorları primordial folikullara toxunmadan, yəni elementar folikullara toxunmadan sedektiv mərhələdə, yəni üzdə olan dominanta qalxan antral folikullara təsir edir. Ovulyasiyanın induktorları folikulər rezervi tükəndirmir, fertilliyi azaldırmır, menopauzanın yaxınlaşmasına səbəb olur. Təəssüf. Bəzən biz elə hesab edirik ki, qadınlara kombinə olmuş oral kontraseptiv təyin etsək uzun müddət. Ovulator rezervi saxlayacağıq, yumurtalıq rezervini saxlayacağıq. Hayır, bu belə deyil. Ovulator rezervi nə kombinə olmuş oral kontraseptiv saxlayır, nə də süni mayalanmada, ekstrakorporal mayalanmada istifadə olan dərman preparatları ovulyasiya rezervini azaltmır. O ancaq səhtə olan hüceyrələrə, folikullara təsir göstərir. Elementar folikullara, yəni primordial, preantral folikullara təsir etmir. Onlar ancaq yumurtalıq daxili qanunlara tabi. Ovarial rezerv, yəni yumurtalığın funksional rezervi də deyirlər buna. Yumurtalığın reproduktiv potensialı da deyirlər. Sağlam, mayalanma qabiliyyətli yumurta hüceyrəyə malik olan yararlı folikular yetişdirmək imkanlarının olmasıdır. O, ovarial stimulyasiya cavab reaksiyasını müəyyən edir. Ovarial rezerv və folikular ehtiyat terminləri fərqləndirilir. Folikular ehtiyat folikuların sayından ibarətdir. Onların funksional vəziyyətini əks etdirmir. Ovarial rezervə, yəni yumurtalığın imkanlarına təsir edən hansı amillər var? Fizioloji amillər, patogen amillər. Yaş faktoru çox önəmlidir. 35 yaşdan yuxarı artıq rezerv azalır. Görürsünüzmü? Çox vaxtı yaşlı qadınlar, 45-50 yaşında olan qadınlar deyir, mən öz uşağımı istəyirəm, öz yumurtalığımdan uşaq istəyirəm, alınmır. Çünki yumurtalığın rezervi çox aşağıdır. Ona görə bizim cavan qızlarımız karyeranı bəhanə edib öz reproduktiv istəklərini yaşlı vaxtlara saxlayırlar. Təəssüflər olsun ki, yaş artdıqca həm qüsurlu embriyonların rast gəlmə ehtimalı artır, həm də yanaşı başqa xəstəliklərdə ortaya çıxdığına görə mioma, endometrioz və s. çox uğursuz hamiləliklər əmələ gəlir. Hər şeyin özünün yaşı var. Patogen amillər, kiçik çanaq orqanlarının iltihabı xəstəlikləri, kiçik çanaq orqanlarında aparılan əməliyyatlar. Bəzən bizə elə gəlir ki, biz boruları bağladıq, bu yumurtaların rezervinə təsir göstərməz. Yəni, aybaşı funksiyasına təsir göstərməz. Düzdür, əksər ədəbiyyatlar belə yazsın, amma son illərin ədəbiyyatları yazır ki, yumurtalığın qapısında icra olunan hər hansı bir cərrahi əməliyyat yumurtalığın rezervinə təsir göstərir. Ölçüsü 5 cm-dən iri dörəmələr yumurtalıqdan götürürsə rezerv azalır. Endometrioz varsa rezerv azalır. Bisfenol A istifadəsindən çox qəbul olunursa rezerv azalır. İntensivsiz siqaret çəkmə, zərərli peşələr, bir çox amillər, şəkərli diabet, autoimmun xəstəliklər, genetik amillər rezervi azaldır. Bu şəkildə sizə yaş çoxaldıqca xromosom anomaliyalarının rast gəlmə tezliyi təsvir edilmişdir. Genə də fikir verirsiniz, hestasiya həftələri, ovocitlərin miqdarı hestasiya maksimum olur da 5-ci ayda, sonra yavaş doğuşa doğru getdikcə azalır. Ovarial rezervi biz necə dəyərləndiririk? Çox vaxt antimüller hormon, ayarlı antimüller hormonu çox aşağıdır, bu qadın hamilə qala bilməyəcək. Düzdür, vacib göstəricidir, amma çox önəmli də onun üzərində çox dayanmayın, çünki ovarial rezerv tam dəyərləndirilməlidir, tam sürətdə dəyərləndirilməlidir. Bizim antimüller hormonu 0,7 olan pasiyentimiz hamilə qalır. 0,1 ilə gələn pasiyentimiz ikinci uşağını doğdu. Yəni, burada kompleks yanaşmaq lazımdır. Statistik testlər var. Folikustimülə edici hormonun, estradiolun, ingibin B-nin, antimüller hormonun qan sərdabında təyin edilməsi. Dinamik testlər var. Klamiten stasına, gonadotropin releasingdən eksogen folikustimülə edici hormonlar arasına. Ultrasəs müayinə göstərici, antral folikulanın sayı, yumurtalığın həcmi və qan dövranı çox önəmlidir. Ovarial rezervin rəqəm göstəriciləri. Folikustimülə edici hormonun bazal səviyyəsinin 10 beynəlxalq faiz litrdən yüksək, ingibin B-nin 40 nanogram mililitr aşağı, antimüller hormonun 1 nanogram mililitr aşağı olduğu hallar, yumurtalığın həcminin 5 kub santimetrdən aşağı, hər iki yumurtalıqda folikulanın sayını 3-dən aşağı, ayrı-ayrı sayanda, amma hər iki yumurtalıq bir yerdə 7-dən aşağı olduğu var.
avarial rezervinin azalması kimi dəyərləndirir. Çox maraqlı bir şəkil sizə təqdim edirəm. Bəzən avarial rezerv deyib yumurtaqlarına müraciət edirik və yumurtaqları qiymətləndirməyə çalışırıq. Amma nəzərə alın, eyni avarial rezervin olması zamanı qadının fertilliyi keyfiyyətli yumurta hücrələri miqdarından, həmçinin başqa amillərdən, endometrium vəziyyətindən, hipotalamo hipofizal yumurtaqlı sistemin vəziyyətindən də asılıdır. Birinci şəkildə görürsünüz, sağlam endometrium var. İkinci şəkildə vərəm keçirmiş, kronik endometriti olan zəif endometrium var. Əlbəttə, ikinci şəkildə olduğu kimi, nə qədər sən gözəl ovarial rezerv əldə etsən belə, zəif endometrium hallarında heç vaxt o yumurta hüceyrə əlsiyə gəlməyəcək. Sonsuzluğun müalicəsində bioloji təbabət sizə nə təqdim edir? Avarium kompozitum, mukoza kompozitum, placenta kompozitum. Avarium kompozitum aybaşı siklinin günlərinə bayaq dediyim ki, 3-cü, 5-ci, 8-ci, 12-ci, 14-cü günləri 3 aybaşı sikli. Mukoza, placenta həm seliklik işanı bərpa edir, həm kiçik çanaqda kan dövrağına yaxşı təsir göstərir. Hüceyrə tənəffüsünə koenzim ubiquinon həftədə 3 dəfə olmaq şərti ilə Sanovis pH-ı nizamlamaq üçün, qanda qələviləşdirmək məqsədi ilə də Neyraksan uzun müddət sonsuzluqdan əziyyət çəkən qadınlar çox əsəbi olur, gərgin olur, onu sakitləşdirmək məqsədi ilə. Tonika Ünyer preparatı da bu baxımdan sonsuzluğun müalicəsində geniş təsir spektrinə görə təyin edilə bilər. Tonika Ünyer preparatı nəinki sonsuzluğun müalicəsində, o cümlədən fiziki əvvəllik yorğunluqda, uşaqlarda əqlim inkişafının ləngimasında, vegetativ distoniyada, ürək damar sistemi xəstəliklərində, pnevmoniya, poliartritdə müalicədən sonra sağalma periodunda istifadə edilə bilər. Tonika Ünyer inyeksiyon formada kişilərdə sonsuzluğun müalicəsində cinsi zəiflədikdə testis kompozitum, koenzim, ubiquinon, neyraksanla bir yerdə, qadınlarda isə ovarium, koenzim, kompozitum, ubiquinon və neyraksanla bir yerdə təyin edilə bilər. Mən folyanın üzərində dayanmaq istədim. Fol turşusu çox unikal bir preparatdır. Fol turşusu hamiləlik öncəsi hazırlıq məqsədində və hamiləliyin əvvəlindən deməli, dölün qüsurlarının, anadan gəlmə inkişaf qüsurlarının, sinir borusunun qüsurlarının qarşısını almaq məqsədində istifadə edilir. Onun tərkibində olan deməli, yod preparatı həm də qalxana bənzər vəzin funksiyasını nizamlamaq üçün də geniş istifadə oluna bilər. Folya preparatı planlaşdırılan hamiləliyə 2-3 ay qalmış və ilk 2-3 ayında istifadə olur. Hamiləlik 5-ci həftəsindən sonra folun təyin edilməsi proqnostik cəhətdən o qədər də əhəmiyyətlidir, çünki artıq 5-ci həftədə sinir borusunun bağlanması baş vermiş olur. Yeni də ovarium kompozitum üzərinə gəlindi, cinsiyyət sisteminin funksiyasını dəstəkləmək məqsədi ilə istifadə olunur. Yəni, qadın cinsiyyət sistemində hormonal pozulmalar, menstrual disfunksiyada, sonsuz hətta klimaks dövründə istifadə oluna bilər. Sonsuzluğun müalicəsində mukozanı təqdim edirlər. Bu seliklik işardan alınmış bitkisel komponentli, mineral komponentli bir preparatdır, gözəl bir preparatdır. Preparat iltihab əleyhinə, regenerasiya edici, spazmolitik, immunoregulyasiya edici, hemostatik təsirlərə malikdir. İstənilən seliklik işarı, istənilən patologiyalarında geniş istifadə edilə bilər. Hətta xoraq xəstəliyin müalicəsində geniş istifadə oluna bilər. Plasentada o deməli qəbirdən olan yenə də qan dövrağının bərpası üçün plasenta preparatı həm də çift qan dövrağının da pozulmasında da istifadə oluna bilər. Preparat beta-plasentar çaşmazda, deməli tütündən istifadə edən xəstələrdə, ayaqda olan problemlərdə, şəkərli diabetlər, qanqreyonalı xoralarda, deməli diabetik retinopatiyada, sonsuzluqda isə testislə bərabər və yaxud da ovarium kompozitum preparatı ilə bərabər istifadə oluna bilər. Əlbəttə, bu preparat Krebs siklinin fermentləri özündə saxlayan koenzim kompozitumla və ubiquinon kompozitumla kombinasiyada verilə bilər. Hüceyrə tənəffüsünü həyata keçirmək üçün bir növ ATF funksiyasını yerinə yetirən ubiquinon və koenzim komponentlərinin kombinasiyada təyini unikal nəticə vermiş olur. pH-ı nizamlamaq, qələvləşdirici funksiyanı yerinə yetirmək üçün iltihabi xəstəliklərdə turşu qələvi tarazlığını nizamlamaq məqsədi ilə, o cümlədən şəkərli diabetli xəstələrdə, mədə bağırsaq traktı xəstəliklərində, ginekoloji orqanların iltihabi xəstəliklərində Sanovis preparatı geniş istifadə olunur. Mən endometrioz haqqında bir balaca toxunmaq istərdim, qədər sizdən vaxt alıb.
Endometrioz çox ciddi bir xəstəlikdir. O, endometrium toxuması öz yerində deyil, anatomik yerində deyil, başqa orqanlarda yerləşməsi, yumurtalıqda, kiçik çanaqda yerləşməsi ilə səciyyənənə buna deyilər endometrioid heterotopiya, kiçik çanaqda ağrılarla müşahidə olunan, disiplinariya ilə müşahidə olunan, əsasən sonsuzluqla müşahidə olunan ciddi xəstəlikdir. Fertil yaşda olan qadınlara 5%, infertil, yəni sonsuz populyasiyada 25-50% çox böyük rəqəmdir, rast gəlinir. Yumurtalıqlarda olan endometrioz, yəni şokolad kistalar, qadının fertil qabiliyyətini, nəsil törətmə qabiliyyətini nəzərə çarpacaq dərəcədə azaldır, istəyirsən əməliyyat elə, istəyirsən edən azaldır və xüsusilə qadınlar hamiləliklərini gec dövrlərdə reallaşdırmaq istəyirlərsə, bu heç alınmır hamiləlik və təəssüflər olsun ki, qadınlar uzun müddət ginekoloqların nəzarəti altında olur, hətta sonradan ekstrakorporal mayalanmalara müraciət edirlər. Burada çox ciddi dəyişikliklər baş verir endometriozda. Burada endometrium aposfolipidlərə qarşı hətta əks cisimlər yaranır, iltihabi mediatorlar deməli artır və bu da çapıq prosesinin, bitişmə prosesinin yaranmasına səbəb olur. Endometriozda göründüyü kimi çox müxtəlif, istəyir endometrium və istəyir yumurtalıqlarda, istəyir uşaqlıqda, istəyir peritoneal mayedə, endokrin sistemdə ciddi bir dəyişikliklər var. Bütün bunlar hamısı sonsuzluğa gətirib çıxardır. Göründüyü kimi borularda, endometriumda, qarın boşluğunda ciddi iltihabi dəyişikliklər baş verir. Bu da bitişmə proseslərini formalaşdırır və hətta mayalanmış döl yumurtasının implantasiyasında uğursuzluqlar əldə olunur. Endometriozun müalicəsində ginikakel, limfomiyazot, monimen, hormel preparatı, ağrıları götürmək üçün traumel, spaskoprel, bitişmə prosesini götürmək üçün nigersan preparatı təyin olunur. Biotənzimləyici müalicədə ginikakel, monimen preparatı, bir də qalimkel. Qalimkel daha dərin drenaj etmə xüsusiyyətinə malikdir. Ümumiyyətlə limfomiyazot da qalimkel, ginekoloji praktikada da geniş istifadə olunur. Digər iltihabi xəstənin müalicəsində olduğu kimi qalim daha dərin drenaj etmək xüsusiyyətinə malikdir. Qalimkel isə təqdim olunubdur, detoksikasiya funksiyası var. İnyeksiya şəklində isə verilir, 3 gündən bir, hətta da 3 dəfə də təyin edilə bilər stimulasiya olaraq. Bütün orqan və sistemlərin xroniki xəstəliklərdə, prekanseroz vəziyyətlərdə, erkən qocalmada, allopatik preparatlarla uzun müddət müalicə zamanı antibiotiklərə müalicədə əlavə təsirlərdən götürmək məqsədilə istifadə olunur. Nigersan, bu aspergillus nigerdən vərəm və vərəmə bənzər xəstəliklərin müalicəsində bunu biz şam şəklində də istifadə edilir. Çox gözəl təsirə malikdir. Kiçik çanaq orqanla bitişmə proseslərini götürmək isə təqdim olunan damcı şəklindədir. 10 damcı gündə 2 dəfə olmaq şərtlə təyin etmək olar. Bütün mastopatiya, fibroz dəyişiklərdə, vərəm-vərəmə bənzər xəstəliklərdən sonra əmələ gələn bitişmə proseslərində, miomalarda, qapına bənzər vəzin düyünlü proseslərində, deməli, piylənmədə istifadə oluna bilər. Sizə qəbul qaydası təqdim edilmişdir. Bu preparat ampula şəklində, damcı şəklində, şam şəklində təyin olub. Mən öz praktikamda şam şəklində olan formadan geniş istifadə edirəm. Məsələn, hamiləlik zamanı böyrək patologiyaları çox rast gəlir. Hamiləlik müddətəsindən sonra preeklamsiya, eklamsiya, yəni böyrək patologiyası deyil, əslində bu hamiləlik toksikozunun ağır formalarıdır. Hansı ki, burada sidikdə zülalbipraz olunur, həm də yüksək təzyiq olur. Bu pasiyentlərə mən renal preparatını, əgər anamnez ağır preeklamsiya olsa, hamilənin əvvəlindən təyin edirəm. Xroniki pielonefrit olan xəstələrə də böyrək patologiyası olan urogenital traktın, yəni xüsusilə uroloji problemi olan xəstələrə geniş istifadə edirəm, bir tabletdə 3 dəfə. Renal hamilələrdə böyrək və sidik çıxarıcı yollarının xəstəliklərində tez xüsusilə resirləşən hallarda geniş tətbiq olunur. Hamilələrdə sistit daha çox ağırlaşır, çünki progesteron sintez olunur. Progesteron artıqlığı sidik hissəsinin tonusunu azaldır, kişi çanaqda durğunluq yaradır, sidik hissəsində durğunluq yaradır. Bundan əlavə hamilənin ikinci yaşında kortizolun artması bu immun sistemi salır, xroniki infeksiyanın kəskinləşməsinə gətirib çıxarır. Bu da qarşısını almaq üçün renal preparatını gündə 3 dəfə olmaq şərti ilə deməli təyin etmək olar. Bunun teoretikada təsir olsanız kalium qoruyucu effekti var. Yəni kalium bədəndən çıxartılır. Zədələnmiş epiteli bərpa etmə xüsusiyyətinə malikdir. Yenə sizə təqdim edir, sidik yolların sfinkter çaşmamazlığında da kompleks şəkildə təyin etmək olar.
Travmir preparatını yenə bu üzərinə qayıdırlar dəfələrlə ki, travmir doğuşdan sonraki dövrdə regenerasiya prosesini yaxşılaşdırmaq məqsədilə tabletka şəklində gündə 3 dəfə olmaq şərti ilə inyeksiya həftədə 2-3 dəfə olmaq şərti ilə təyin etmək olar. Travmir preparatı yenə damcı şəklində və əvvəl damcısı çox olur, tabletka şəklində baxılır. Bir tabletka 3 dəfə təyin edilir. Abortdan sonraki ağırlaşmaların qarşısını almaq məqsədi ilə. Bir də hamiləliyə hazırlıq mərhələsində mütləq surətdə qadınlar, xüsusilə anamnezi fəsadlaşmış qadınlar bir doğuşa hamiləliyə hazırlıq dövrünü keçmək üçün bu drenaj terapiyanı alsalar çox yaxşı olar. Natrium klorid 0,9%, deməli 200 ml içərisində natrium bikarbonat 10 ml 8,4%, Hepar kompozitum, Solidaga kompozitum, limfamiazot, kalium hil, koenzim kompozitum, limfon kompozitum preparatlarını dəstəkləyici müalicə məqsədi ilə drenaj şəklində 5-10 dəfə vena daxil həftədə 2 dəfə olmaq şərtilə təyin etmək olar. Bu matriksi təmizləyir və hüceyrə sayını təmizləməklə hüceyrə tənəffüsünü yaxşılaşdırır, funksiyasını yaxşılaşdırmış olur. Məsələn, hamiləlik zamanı vaxtdan qabaq doğuş, düşük riskləri azaltmaq üçün də spaskopril preparatını istifadə etmək olar. Spaskopril şam şəklində, tabletka şəklində istifadə olunur, inyeksiya formasında istifadə olunur. Preparat istənilən spastik proseslərdə istifadə oluna bilər. Mən öz praktikamda bu üzərində də dayanmaq istərdim. Helixor preparatına son vaxtlar çox üstünlük verirəm. Helixor öskey otundan alınan bir, viskum albumdan alınan bir preparatdır, inyeksiya şəklində olur. Preparatın 1 mg, 5 mg, 10 mg 20-50 mg, 100 mg dozaları vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sertifikatlarını almış bir preparatdır. Preparatın immun modulyasiya edici, şişəliyi, sonra iltihab əleyhi, virus əleyhi, pankreatotrop çox gözəl effekti vardır. Papillomalarda, kandilomalarda, sonra uşaqlıq boyununda xərçəngülü xəstəliklərin müalicəsində çox gözəl istifadə olunur. Preparat müxtəlif sxemlərlə verir. Mən klassik sxemi təqdim edirəm sizə. Birinci həftədə 1 mg 2-3 inyeksiya, ikinci həftə 5 mg qaldıram, üçüncü həftə 10 mg üçün, dördüncü həftə 20, beşinci həftə 30 mg, sonra 14 günlük fasilə verirəm, terapevtik fasilə, sonra təzədən dəstəkləyici terapiya keçirəm. Bu preparatın təyin edilməsi uşaqlı boynunun xərçəngülü xəstəliklərinin müalicəsində çox gözəl təsir göstərir. Papilloma virus infeksiyasının müalicəsində unikal təsir göstərən bir preparatdır. Mən öz təcrübəmdən 3 klinikalı paylaşmaq istərdim. Pasiyent gəlib, bir cinsi partnyoru var, 30 yaşı var. Deməli, əvvəlki pap smear. Pap smear hamımız bilirik ki, uşaqlıq boynu xərçəngülü xəstəliklərinin erkən diaqnostikasında istifadə olunan rutin müayinə üsuludur. Hamımız buradan başlayırıq. Deməli, 21-30 yaşa qədər pasiyentlərdə hamıda yoxlanmalıdır. Cinsi əlaqədə olan pasiyentlərdən söhbət gedir. 3 ildən bir pap smear. Əgər 30 yaşdan 65 yaşa qədər olan pasiyentlərdə KOTES deyirlər. Pap smear, bir də HPV genotip yoxlanılır, papilloma virus genotip yoxlanılır və ya 3 ildən bir ancaq pap smear yoxlanılır. Deməli, bu şərtlər ki, əvvəlki pap smear nəticələri normaldırsa, uşağı boyundan götürən sitoloji müayinə nəticələri normaldırsa, normal deyilsə, tamam başqa cür aparır. Məsəl üçün, burada CIN1, CIN2 var, servikal intraepitelial neoplaziyalarda 2 il müddətində 6 aydan bir nəzarət, pap smear. CIN2, CIN3-də lazım olan edilir, yəni CIN2-də servikal intraepitelial neoplaziyada lipi olunur, sonra isə 2 il müddətində 6 aydan bir, sonra isə 20 il müddətində hər il. Amma CIN3-də isə konizasiya olunur, yenə də CIN2-də olduğu kimi müayinələr aparılır. Fikir verirsiniz, 3 ildən bir olmadı, əvvəlki pap smear problemidirsə. Burada HPV-16 çıxıb digər cinsi yola yolxan infeksiyaları yoxdur. Pasiyent yoxlanılıb, əvvəlki pap smear təsəvvür edin ki, normal olub. Amma sonraki pap smear, LSIL, bu artıq sitoloji müayinə nəticəsi, low squamous intraepitelial lezyon, yəni aşağı çoxqatlı yastifinin aşağı dəyişikliyi, aşağı dərəcədə atipik dəyişiklikləri aşkar olunub. Pasiyentə kartoskopiya olunub, kartoskopiyada göründüyü kimi TAD 2, yəni transformasiya zonası 2, deməli bu pasiyentdən biopsiya götürülüb, biopsiya materialından gəlib servikal intraepitelial neoplaziya. Bəzən təəssüflər olsun, pap smearda CIN yazırlar, əslində CIN
yəni servikal intraepitelial neoplaziya diaqnozu bu histoloji diaqnozdur. L-sil, H-sil, askus, bunlar isə kitoloji diaqnozdur, bunları səhv salırlar. Deməli, təsəvvür edin ki, bu xəstədə L-sil çıxıb, biz biopsiya eləmişik, cimbir aşkar olunub. Bu pasiyentə biz qərarlaşdıq ki, müalicə başlansın omeoterapiya ilə, yəni heliksorla başlansın. Müalicə 6 aydan sonra təkrar müayinə aparılıb, kataskopik təsvir göz qabağındadır və papsmeyerdən normaldır. İkinci klinik hal, pasiyentdə 16-cı 31-ci ştam HPV aşkar olunubdur və askus aşkar olunub əvvəlki, yəni önəmi bilinməyən atipik hüceyrələr. Bunun altında iltihab da yata bilər. Ona görə biz pasiyentdə 2 cinsi partnyor var. Biz kolposkopiya edirik. Kolposkopiyada IC'dən şübhə var. Amma tabii ki aşkar olunub, biopsiya olunub, biopsiyada aşkar olunub servikal intraepitelial neoplaziya 2. Ciddidir bir qədər birə baxanda. Bu xəstəlik olunub, deməli, eksizya olunub, sonra omeoterapiya aparılır və 4 aydan sonra aparılan nəticədə pap smearda nəticə normaldır və kolposkopik nəticədə normaldır. Üçüncü xəstə, bu xəstədə əvvəlki, yenə HPV 16-dır. Əvvəlki pap smear nəticəsində ilk dəfə müraciət edib bu H-sil, yəni yüksək pap smearın nəticəsi H-sildir. Ona görə birbaşa histoloji müayinəyə keçirilir. Biopsiya doğrudan da o H-silə uyğun servikal intraepitelial neoplaziya 3 aşkar olunur. Yəni servikal intraepitelial neoplaziya da demək çox ciddi bir şeydir. Bunun bağından karsinom in situ da dura bilər. Ona görə bunu biopsiya edirlər. Biopsiyadan sonra mütləq konizasiya aparılır. Konizasiya olunan material belə analizə verilir və orada cərrahi sərhəd qorunması, buna xüsusi fikir vermək lazımdır ki, tam götürülməlidir material, yəni tamamilə sağlam toxuma sərhədində və yenə də bundan sonra omeoterapiya aparılır və nəticə göz qabağındadır. Normal hüceyrələr aşkar olunur, yəni heç bir patologiya, non-intraepitelial lezyon aşkar olunur və kataskopik görüntülər norma daxildir. Beləliklə, biotənzimləyici preparatlar sağalma prosesini orqanizm özünü necə sağaltmaq istəyirsə, o cür həyata keçirməyə çalışır. Xəstəliyin bədəndən xaric olması üçün çıxış qapılarını açır. Diqqətinizə görə minnətlərim. İndi suallarınızı ünvanlandıra bilərsiniz. Bizim Nərgiz xanımdır, deyəsən, bizə bugün kömək eləyəcək. Xahiş edirik. Canınız xeyir, Natəvan xanım. Yeganə xanım, sizsiniz, hə? Bəli. Axşamınız xeyir, çox sağ olun, çox dəyərli məlumatlarınız üçün. Əsasən də bu praktikadan, öz praktikanızdan verdiyiniz məlumatlar üçün təşəkkür edirəm sizə. Buyurun. Suallarınızı verədiz, zəhmət olmasa. Belə bir sual gəlib ki, deməli, autoimmun sonsuzluqda biotənzimləyici terapiyanın nə qədər rolu var? Əslində, autoimmun sonsuzluq deyil, sonsuzluq nəticədir. Biz hamımız bilirik. Sonsuzluq hansısa xəstəliklərin, autoimmun onkolitimi, autoimmun qapına bənzər vəzin autoimmun xəstəliklərinin, yəni çox şeylərin, boru peritoneal faktorların bu nəticəsində yaranan bir problemdir. Yəni bu autoimmun xəstəliklərin, yəni autoimmun patologiyalar fonunda əmələ gələn sonsuzluğun müalicəsində antihemotoksik preparatlar çox gözəl təsir göstərir. Bu məqsədlə, yenə də deyirəm, hər şey başlanılır drenaj detoksikasiyadan, çünki sonsuz qadınlar o qədər dərman alırlar, o qədər müalicə alırlar ki, onların matriksləri tükənir, matriksləri yüklənir, hüceyrə sahə yüklənir. Bu məqsədlə biz əvvəlcə drenaj terapiya aparmalıyıq, bəzən elə drenaj terapiya fonunda qadın hamilə qalır. Qadın hamilə qalır və əgər ehtiyac olsa, biz daha dərin müalicələrə keçirik, artıq biotənzimləyici müalicəyə keçirir, orqanların funksiyasını bərpa etməyə hüceyrə tənəffüsünü yaxşılaşdırıcı müalicəyə keçirir. Çox vaxt bu proses fonunda o allergenlər, autoantitelər azalır. Bayaq göstərdiyim misalda disertativ məqalədə gördünüz ki, tireoideya kompozitun, tək tireoideya kompozitun preparatının təyin edilməsi autoimmun aqressiyasını necə azaltır və L-tiroksida olan tələbatı xeyli azaltdı. Məsələn, 100 mikroqram deyil, 50 mikroqram aldı. Yəni dozanı 2 dəfə azaltmağa imkan verir.
Belə bir mesaj gəlib sizə, onu oxuyun. Doktorumuzun daima açıq sözlü, aydın düşüncəli və ən əsas xəstəyə vicdanlı yaxınlaşması həmişə məni sevindirib. Bunun üçün sizə təşəkkürlər edirəm. Sağ olun, Nərmin çox sağ olun. Əmirova sizə Çox belə bir sağ mesaj olsun, yazıb. Digər çox sağ olsun. həkimlərimiz də təşəkkür edirlər hamısı sizə. Çox sağ olsunlar. Mən də onlara minnətdarlığımı bildirirəm ki, gecə vaxtlarını ayırıb, istirahətlərini ayırıb mənə diqqətlə qulaq asdılar. Biz də öz bilgilərimizi bölüşdük. Doğrudan da çox qürur vericidir. Mən çox siz təsəvvür edin ki, sizin qarşınızda çıxış edən mənim üçün o qədər rahatdır ki, o qədər istirahət edirəm sizin qarşınızda çıxış edəndə, bu mənə zövq verir. Doğrudan da sizə minnətdarlığımı bildirirəm ki, axıra qədər qulaq astınız, axıra qədər oturdunuz. Bu mənim üçün mənə qarşı olan ən böyük hörmətinizdir. Təşəkkürüm bildirirəm. Həm də bioloji təbabət ailəsini sevdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Buyurun Yeganə xanım. Çox ətraflı, yaxşı, geniş, yəni açıq, aydın məlumatlar verdiniz. Yəqin ona görə suallarımız azdır. Amma çoxlu təşəkkürlər var. Çox sağ olun. Çox təşəkkürlər. Çox sağ Biz olun. də sizə təşəkkür edirik. Çox sağ olun. Vaxtınızı ayırdınız, məlumatlandırdınız bizləri. Çox sağ olun, minnətdaram. Bioloji təbabət ailəsinə öz böyük minnətdarımı bildirirəm. Yeganə xanım sizə də təşəkkür edirəm. İnşallah növbəti görüşlərdə yeni məlumatlarla sizinlə bölüşərəm. Çox sağ olun. Olduq, sağ Bir olun. də orada nəsə bir söz var. Limfomiyazotla tiroid kompozitun bir yerə yığmaq olar. Yığmaq olar. Sağ olun.